Dünən İran-İrastan Respublikası tərəfindən Azərbaycanın Naxçıvan Muxtar Respublikası istiqamətində dron hücumları baş vermişdi, hansının ki nəticəsində o cümlədən 4 Azərbaycan vətəndaşı xəsarət almışdır. Bu qəbul edilməz hücumla bağlı məlumat verdim. Azərbaycan dövlətinin mövqeyi açıq şəkildə dünənləri çatdırıldı. İran İslam Respublikasının səfiri Xarici İşlər Nazirliyinə çağırıldı. Ona rəsmi nota, etiraz notası təqdim edildi. Azərbaycanın tələbləri və gözləntiləri çatdırıldı. Dünən İran Xarici İşlər Naziri ilə mənim bir neçə əlaqəm olmuşdur. Bu məsələ bütün ciddiliyi ilə müzakirə edilmişdir. İran tərəfi məsələnin ciddi şəkildə araşdırılması barədə vəd vermişdir və biz həmin araşdırmanın təbii ki nəticələrini indi ən yaxın zamanlarda gözləyəcəyik.